Bəli, hazırda Bakı şəhəri Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasının ərazisində güclü partlayış baş verib və partlayış nəticəsində ərazidə yanğın qeydə alınıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Operatorumuz Kamrandan xahiş edim ərazini ətraflı sizə təqdim etsin. Qeyddəki bəzi media resurslarında Alov zavodunda partlayış, yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, partlayış səsinə yaxınlıqda ərazidə hansı ki yaşayış binası yerləşir. Binanın sakinləri binanın həyətinə düşüb və onu da bildirim ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür. Hansı ki, sakinlərin partlayış baş verən əraziyə yaxınlaşmasının qarşısı alınır. Bir daha qeyd edim ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər görülür. Növbəti buraxılışlarımızda təbii ki, ətraflı məlumat verməyə çalışacağıq. Hələlik bizdən bu qədər. Söz sizdə.